Hər kəsə salam. Kanalıma xoş gəlmisiniz. Bugün sizə çox asan hazırlanan kəsmikli roqalik resepti paylaşıram. Bunun üçün bizə lazım olan ərzaqlar: 300 qram kəsmiyə 100 qram otaq temperaturunda yumşalmış kərə yağı əlavə edib çəngəllə qarışdırıram. 1 çimdik duz, 2 dolu stəkan un, 1 çay qaşığı qabartma tozu əlavə edib qarışdırıram. Xəmir yoğururam. Ələ yapışmayan yumşaq xəmir alınır. Xəmiri streçə büküb 10 dəqiqə buzluğa qoyuram. Dörd yemək qaşığı şəkər tozuna 1 paçka vanil əlavə edib qarışdırıram. Xəmiri 2 eyni ölçüdə hissəyə ayırıram. Kündə tuturam. Xəmirin bir hissəsini streçə büküb soyuducuya qoyuram. Digər hissəni 3-4 mm qalınlığında yayıram. Şəkər tozunun yarısını xəmirin üzərinə tökürəm. Hər yerinə bərabər yayıram. Mərdanə ilə şəkər tozunun xəmirə yapışması üçün biraz yayıram. 16 hissəyə kəsirəm. Gördüyünüz şəkildə xəmiri tərs çevirib bükürəm. Video haqqında fikirlərinizi mənimlə rəy bölməsində bölüşsəz çox sevinərəm. Kəsmikli peçenyeləri yağlı kağız qoyduğum soba listinə düzürəm. Öncədən isidilmiş 180 dərəcə sobada təxmini 25-30 dəqiqə bişirirəm. Az ərzaqla hazırlanması çox asan, yumşaq, dadlı roqaliklər hazırdır. Hazırlayan hər kəs çox bəyənəcək. Videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və kanalıma abunə olmağı unutmayın. Sağlıqla qalın.